Dünyada silahlanma yarışı sürətlə davam edir. Geosiyasi gərginliklər və təhlükəsizlik problemləri fonunda qlobal hərbi xərclərin artması dünyada soyuq müharibənin yenidən başlamasına dair siqnallar verir. Xüsusilə Avropanın mərkəzində 4 ilə yaxın davam edən gərginliyin azalmaması və 3-cü dünya müharibəsi ssenarilərinin gündəmdə olması ölkələri hərbi texnoloji baxımdan hər gün yeniliklər etməyə sövq edir. Vəziyyət o həddə çatıb ki, Rusiya bir həftədə 2 yeni silahını təqdim edərək dünyaya meydan oxuyub. Çin isə 6-cı nəsil qırıcı təyyarələrinin təqdimatını keçirib. Bir çoxlarının fikrincə Pekin və Moskvanın bu güc nümayişlərinin hədəfində bir ölkə var: Birləşmiş Ştatlar. Buna cavab olaraq son illər pilotsuz uçuş aparatları bazarında lider olan Birləşmiş Ştatlar da səssizliyini pozub. Vaşinqton ilk pilotsuz təyyarəsi olan Yuk-44A ilk uçuşunu həyata keçirib. Ölkənin hərbi hava qüvvələrinin komandanı Troy Maying bildirib ki, təyyarənin ilk sınağının uğurlu olması dünyada silahlanma rəqabətinin necə inkişaf etdiyini göstərir. Məlumata görə pilotsuz təyyarə insan müdaxiləsi olmadan avtonom idarə etməyə hesablanıb. 2268 kiloqram ağırlıq qaldıra bilən pilotsuz təyyarənin səs sürətinin 95%-nə bərabər sürətə qədər yüksəldiyi qeyd olunur. Ekspertlər sözügedən təyyarənin hərb sahəsində dəyişiklik yaradacağını deyir. Unutmaq olmaz ki, Birləşmiş Ştatlar texnologiya cəhətdən xeyli irəlidədir. Üstəlik, super güc olaraq dünyanın ən güclü ordu və hərbi texnologiyasına sahibdir və günü-gündən yeni silahlar hazırlanır. Düzdür, Rusiya Burevestnik və Poseidonla dünyaya xəbərdarlıq etdi. Lakin yeni pilotsuz təyyarənin ən ağır müharibə ssenarilərindəki rolu olduqca əhəmiyyətlidir. Sözügedən qırıcının kütləvi istehsala başlaması da Birləşmiş Ştatların bu sahəyə xüsusi önəm verdiyini göstərir. Bundan əvvəl PUA-larla ağır zərər vermək olurdusa, indi pilotun olmadığı təyyarələrlə nələr etmək olar? Bu barədə yaxşı düşünmək lazımdır. Dünyada hərbi büdcəsini ən çox artıran ölkələrin siyahısına Birləşmiş Ştatlar rəhbərlik edir. Vaşinqtonun hərbi büdcəsinin ilin sonuna kimi 892 milyard dollara yaxın olacağı gözlənilir. Lakin Konqresə təqdim olunan layihə ilə bunun 1 trilyon dollara qədər artması ehtimalı da var. Günü-gündən yeni texnologiyalar icad edən Çin isə bu sıralamada 250 milyard 100 milyon dollar ilə ikinci yerdədir. Hazırda Ukrayna ilə 4 ilə yaxındır müharibədə olan Rusiya 133 milyard 630 milyon dollarla 3-cü sıranı tutur. Silahlanmada və hərbi texnologiyada üstünlüyü ilə illərdir lider olan Vaşinqtonun hərbi xərclərinin bu qədər yüksək olması təkcə hücum silahlarının inkişaf etdirilməsi ilə bağlı deyil. Bu il inkişaf etdirilməyə başlanılan Qızıl Qübbə müdafiə sistemi də Ağ Evin müdafiə xərclərinə daxildir. 1980-ci illərdə strateji müdafiə təşəbbüsü olaraq yaradılan, lakin yarımçıq qalan layihə Trumpın hakimiyyətə gəlməsindən sonra yenidən aktuallıq qazanıb. Qızıl Qübbənin məqsədi Birləşmiş Ştatlara qurudan, dənizdən və kosmosdan gələ biləcək təhdidlərin minimuma endirilməsidir. Ekspertlər silahlanma yarışının pərdə arxasında Birləşmiş Ştatlar, Çin və Rusiya arasında geosiyasi, iqtisadi və ideoloji rəqabətin dayandığını göstərirlər. Çox qəribədir ki, bəzi ölkələr durmadan silahlanır, lakin ən çox vurğulanan Birləşmiş Ştatlar, Çin və Rusiyadır. Bunun səbəbi bilirsiniz nədir? Rusiya-Ukrayna müharibəsi və ticarət müharibələri. Çünki əslində Rusiya 2-ci Dünya müharibəsindən sonra ciddi toqquşmaların yaşanmadığı dünyaya dedi ki, siz təhlükəsiz şəraitdə deyirsiniz. Lakin unutmamaq lazımdır ki, soyuq müharibədə silahlanmanın son həmləsi nüvə silahları idi. Nüvə silahlanmasında Rusiyanın apardığı sınaqlar, eləcə də Çinin həm nüvə enerjisi, həm də silahları istiqamətindəki sürətli inkişafı müəyyən mənada soyuq müharibə dövrünü xatırladır. Uzun müddətdir bu sahədə nisbətən pasiv görünən Birləşmiş Ştatlar da Trumpın göstərişindən sonra nüvə sınaqlarına başlayır. Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə hazırda Rusiya 5459, Birləşmiş Ştatlar 5177, Çin isə təxminən 600 nüvə başlığına malikdir. Yəni bu üç ölkə dünyadakı ümumi nüvə arsenalının əhəmiyyətli hissəsinə sahibdilər.